Nəhcül Bəlağanın ən gözəl şərhlərindən biri İbn Əbil Hədidin şərhidir. O kitabın müqəddiməsində, şərhin müqəddiməsində istiğfar eləyir. Deyir, əstəğfirullah, Allaha tövbə eləyirəm, bağışlanmaq istəyirəm. Əgər mən bu kitabda Əlinin kitabını, Nəhcül Bəlağanı layiqincə təhlil eləməmişəmsə, üzr istəyirəm. Və mən o ağadan şəfaət istəyirəm qiyamətdə ki, elə bir ağadan şəfaət istəyirəm ki, gecələr onun kitabını, sözlərini təfsir eləmək üçün gözlərim oyaq qaldı. Bu zəhmətimin əvəzində ondan şəfaət istəyirəm. Ondan sonra deyir ki, indi mən elə bir kəsi tərif eləyəcəm ki, dünyanın qüdrət sahibləri insanların onu təhqir eləməsi üçün, ona lənət oxuması üçün insanları vadar eləyirlər. Mən elə bir şəxsi tərif eləyəcəm ki, onun tərifi qadağan olur. Və burada bir söz var. Söz budur ki, yəni o fəzilətlər ki, ondan bizə gəlib çatıb, o rahatdır. Deməli, bir şəxs ki, onun tərifi qadağandır, ondan fəzilət gəlib çatıbsa, artıq bu onun böyüklüyünə işarədir. Amma Əlinin adını çəkmək qadağan olmasına baxmayaraq, Əlidən minlərlə, 100 minlərlə fəzilət gəlib bugünə çatır. Biz indi elə bilirik, rahat məsələdir. Oturmuşuq məsciddə, Əlidən danışırıq. Bir zaman bu, heç insanların yuxusuna da gələ bilməzdi. İnsan xəlvət danışanda Əlidən qorxurdular. Çünki kim eşitsəydi bir Əlinin fəzilətindən danışır, o insan üçün çox pis nəticələnəcəkdir. Onun nəzərə alasan ki, tarix boyu adı qadağan olunan şəxs gəlib 21-ci əsrdə onun fəzilətindən danışırsan, danışdıqca qutarmır. Bu Əlinin əzəmətinin və üstünlüyünün əlamətidir. Nə qədər başlar kəsilib onun məhəbbəti yolunda. 20 il keçmişdi Əli əleyhissalamın şəhadətindən, hamı sükuta qərq olub, cəmiyyət sükut içində boğulur. İnsanlar qorxudan danışa bilmir. İcazə vermirlər fəzilətdən danışmağa, icazə vermirlər Əlidən danışmağa. Meysəm İbn Təmmar, o Əlinin aşiqlərindən biridir. O, yavaş-yavaş xəlvətdə Həzrət Əlinin fəzilətlərindən danışır, xəbər çatır xəlifəyə, deyir, tutun gətirin onu. Tutub gətirirlər, dar ağacı düzəldirlər, dillə bunu dara çəkin. Günahı nədir? Əlini tanıtdırır insanlara. Dar ağacı da o zaman boğazdan asmazdılar. Dar ağacına insanı bağlayardılar. İnsan günəşin altında günlərlə qalıb tədricən ölərdi. Beynindən qan axardı, ağzından tökülərdi. Günlərlə bu şəkildə can verərdi insan. Meysəmi vururlar dar ağacına, cəmaət tamaşaya gəlir. Əlinin aşiqi, Əlinin eşqi yolunda dar ağacına çəkilir və insanlar gəlir müşahidə eləməyə. Baxır, görür, cəmaət toplandı, dar ağacından onlara baxır, deyir ki, nə dayanmısınız, yaxına gəlin, gəlin sizə Əlinin fəzilətlərindən danışın. Gəlin sizə Əlini tərif eləyim, danışın, görün Əli kimdir. Deyir, o dar ağacından çox adam çox yerdə Əlini tərif eləyib, amma bu xüsusi həssas məqamdır. Dar ağacından Əlidən danışır, insanlar toplaşır, xəbər satır xəlifəyə. Deyir, gezin onun ağzını cilovlayın, dilini bağlayın ki, danışan məsələ. Dili bağlı halda qalır, amma vücudu yenə insanlara təsir qoyur, bir nəfərə nizə verirlər, deyirlər, ged onu öldür. Gəlir, dayanır qabağında, deyir ki, bilirəm insanların ən zahidi sənsən, amma bunu bilə-bilə səni öldürəcəm, deyir və oxu sinəsinə sancır və o cür şəkildə şəhadətə çatır. O sınaqlardan çıxıb insanlar Əlinin adını yaşadıblar. İndi bizim danışdıqlarımızı o insanlar bizə zəhmətləri, qanları bahasına çatdırıblar. Əlinin haqqında necə tərif deyəsən ki, Quranın 300 ayəsi Əlini tərif eləyir, əleyhissalamı. Peyğəmbər Həzrət əleyhissalamdan o qədər söz deyib ki, o qədər tərifləyib, Əhməd ibn Həmbəl deyir ki, heç kəsin fəzilətində Əli qədər söz deyilməyib. Bunu müxalif adamlar deyir, yəni başqa, müxalif deyəndə ki, başqa əqidədə olan insanlar. Əlinin fəzilətində bu cümləni demək istəyirəm ki, Əli haqqın meyarıdır. Əlini tanıyan haqqı tanıyır. Hər adam haqqında bu söz deyilmir. Əliyyum mə'əl haqq və haqq mə'əli.
Əli haqq elədi, haqq Əli elədi. İstəyirsənsə haqqı tanıyasan, Əlinin yanında olanlar həqiqətə qovuşurlar, həqiqətə bağlanırlar. Peyğəmbər ona dedi ki, ya Əli, mömin səni sevər və münafiq sənə düşmən olur. Yəni imanla əlaqəli məsələdir. Mömin, o adam ki, ürəyində iman var, özü deyir ki, qılıncla möminin başına da vursam yenə də məni sevər. Bütün dünyanı münafiqə versəm yenə də məni sevmər. Çünki bu iman məsələsidir, Allahla bağlı məsələdir. Əli Allaha imanın meyarıdır, Allaha imanın ölçüsüdür. İnsanlar Əliyə bağlanmaqla Allaha, haqqa bağlanırlar, imana bağlanırlar. Əbu Zərlə Salman bir-biri ilə danışır, iki layiqli səhabə. Əbu Zər gəlir Salmana deyir ki, görəsən Əlini tanımaq nə qədər əhəmiyyətli məsələdir. Salman deyir, gəl gedək Əli əleyhissalamın özündən soruşaq. İki dənə ən üstün səhabə gəlirlər Həzrət Əlidən soruşurlar ki, sizi tanımağın fəziləti nə qədərdir? Əli əleyhissalam deyir ki, ey Cündəb və ey Salman, öz səhabələrinə müraciətlə deyir. Buyurur ki, mən Əlini həqiqi mərifət və nuraniyyətlə tanımamış insanın imanı kamil olmaz. Məni tanımadan insan iman yoluna qədəm qoya bilməz. Məni tanıyandan sonra Allah insanın qəlbini imanla imtihana çəkər. Yəni, möminlə davranmaq, Allahın öz davranışı var iman əhli ilə. Buyurur, o məni tanıyandan sonra Allah insanla mömin kimi davranar. Yəni, Əlini tanımadan insan haqqı tanıya bilməz. Peyğəmbəri tanıya bilməz. Ənə Mədinətül ilm və Əliyyum babuha. Peyğəmbər buyurur, mən elmin şəhəriyəmsə Əli onun qapısıdır. Qapını açmamış şəhərə girmək olmaz. İstəyirsən Peyğəmbəri tanıyasan və Allahı tanıyasan, gərək bu qapıdan daxil olasan. Bu qapı ilahi mərifətin qapısıdır və Əlini tanımağın yolu, Əli ilə Quranın bir bənzərliyi var. Əli ilə Quranın, Peyğəmbərlə Quranın, Əhl-i Beytlə Quranın bir oxşar cəhəti var. O budur ki, Quran haqqında Allah buyurur, la yəməssuhu illəl mutəhhərun. Buyurur, Quranı paklardan başqa heç kəs başa düşməz. Ola bilər adam Quranı əzbər bilə, amma Quranın arxasında olan mənaları paklanmış insanlar, ürəyi təmizlənmiş insanlar tanıya bilər. Əhl-i Beyt də belədir. Ola bilər adam Əlinin doğulduğu ili əzbər bilə, yadda saxlaya. Əlinin həyatını oxuya, əzbərliyə, hansı döyüşlərdə nə şücaət göstərib, amma Əlini tanımaq üçün bu kifayət eləmir. Əlini tanımaq üçün gərək ürək təmiz ola, qəlb təmizlənə, insan özünü təmizləyə ki, Əliyə mərifət qazana bilər. Və Əliyə mərifət qazanmaq üçün özü təmizləmək lazımdırsa, insanın özünü təmizləməsi üçün Əlinin məhəbbəti yenə də yardımcıdır. İnsan Əlinin məhəbbəti vasitəsilə təmizlənir və təmizlənməsi vasitəsilə də Əlini tanıyır. Əlini tanımaqla da Allaha yönəlir. Bu, Əli əleyhissalam haqqında bir neçə cümlə idi ki, icazə verin ki, bundan artıq vaxtınızı almayayım. Allaha çox şükr edirəm ki, Allah bizi bu yola hidayət edib ki, biz Əli əleyhissalamın vilayətini qəbul edən insanlardanıq. Bu Allahın xüsusi neymətidir və Allahdan istəyirəm ki, bizi Əlinin məhəbbəti ilə yaşadıb, bu məhəbbətlə dünyadan aparsın. Və bu dünyadan köçən günü, qəbrin əvvəl gecəsi deyirlər, ən qorxulu gecədir. İnsan təzə bir aləmə gəlib çıxıb, deyirlər, o vaxtı sual olunan vaxt, Əlinin vilayətini tanıyanların başı üstünə ağa özü gələr, mübarək qədəmləri ilə diyanar başı üstündə və xoş adamın halına ki, suallara cavab verəndə Əli əleyhissalam başı üstə diyanar və mələklərə buyurar ki, o məni sevən adam olur, o mənim aşiqim olur və ona sual verməyin. Nə sualınız var, mənə verin, mən onun əvəzindən cavab verim. Və o zaman heç bir mələk cürət eləyib, Əlidən soruşa bilməz, mən Rabbuk, sənin Rəbbin kimdir? Heç bir mələyin buna cürəti çatmaz. Allah bizi Əli əleyhissalamı tanıyanlardan qərar versin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fasalli li rabbika vanhar. İnne şani'eke huvel ebtar. Sadakallahul aliyyul azim.
Zuhur vaxtı İmam Zaman gələcək, hamı düzələcək. Hamı yaxşı. İndidən düzəl, indidən kömək al İmam Zaman ağadan. Onlar bizi həmişə yad edir. Hədislərdə var, özləri buyurur ki, biz şiyələrimizi həmişə yad edirik. Hədislərdə var, ad və ad tanıyırlar. Allah qeyb elmindən, öz elmindən onlara da bildirir. Onlar bizi yad edir, amma lazımdır ki, hərdən biz də onları yad eləyək. Tez-tez yad eləyək. Yad eləməklə onlardan kömək istəyək, İmam Zamandan kömək istəyək. Bu kömək hamıya lazımdır, xüsusən dinə xidmət edən adamlara. Yadda saxlayaq ki, cəmiyyəti, insanları islah edən adam İmam Zamanın dostu olmasa bu işin öhdəsindən gələr. İmam Zamanın köməyi olmadan, ondan kömək almayan insan insanlara heç nə verə bilməz. Yaşadığı millətə, xalqa, vətənə, torbağa heç bir xidmət edə bilməz. Gərək o qapıdan kömək alasan ki, özün ki nəsə kömək edə bilərsən. Ona görə bəzi insanlar var, oturub gözləyir, ağa gəlsin, düzəlsinlər. Möminlərdən bəziləri var, ağanı gətirirlər. Bu adamlardan olaq ki, İmam Zaman ağanı biz gətirək. Hər birimiz bu arzuda olaq. O ki, gəlib bütün insanların qəlbini fəth eləyəcək, sən indidən ürəyini bağışla ona. Biz hərdən əlamət axtarırıq ki, görək hansı əlamət var İmam Zaman zuhur eləməyinin, neçə əlaməti var, onları axtarırıq. Bir alim dedi ki, gəlin əlamət axtarmayaq, özümüz əlamət olaq. Cəmaat bizə baxsın, desin, bu İmam Zamanın zuhurunun əlaməti filankəsdir. Çünki hədisdə var, 313 dənə mömin dünyada olarsa, bütün dünyada, 313 dənə imanı kamil adam olarsa, İmam Zaman ağanın zuhuru bir gündə səfirə düşməz. O 313 dünyada yaxşı insan olarsa, İmam Zaman zuhur eləyər, deyirlər, çalışaq o 313-dən biri mən olum, sən ol, özümüzə o arzu ilə, o istəklə yaşayaq, az şeyə qane olmayaq. İmam Zaman ağa gələndə hamı ona aşıq olur. Bu şübhəsizdir. Bir dəfə onun camalını görəndən sonra deyirlər, insanlar hamısı aşıq olacaq ona. Amma sən elə ol ki, o gələndə deyilən ki, mən sənə elə əvvəldən aşıq. Mən səni heç görməmişdim aşıq. İndi də görüb hamı aşıq olub, necə əleyhissalam deyir, pərdələr götürülsə, qiyamətdə yəqinimdə heç nə atmaz, sən də İmam Zaman ağa ilə belə münasibət qur ki, sən qeybdə olanda elə mən səni necə təsəvvür edirdin, sən eləsən. Elə əlaqən olsun İmam Zaman ağa. Cəmaat təəccüblənəndə ki, bu necə gözəl insandır, necə gözəl ağadır, sən onda təəccüblənməyəsən. Sən deyəsən ki, mən sizə demirdim ki, mənim ağam belədir. Sən indidən onu tanıyasan. İndidən İmam Zaman ağanı belə tanıyaq ki, bugün bizi ələ salanlar onu sabah görüb heyrətli olanda biz qıraqda dayanaq deyək ki, gördünüz. Biz neçə ildir bundan danışırıq. Biz imamımızı sizə tanıtdıranda siz deyirsiniz, bunların işi gücü qısarıb oturub gözünü keçir, gələcək. İndi baxın. Onda deyək ki, əlhəmdülillah, üzü qara olmadıq biz. İndidən biz onu tanıyaq. O gələndə hamısı heyrətdə qalanda biz təəccüblənməyək. Çünki biz o qeybdə olanda onu olduğu kimi tanıyaq. Götürün inşallah ağanın mövzudu münasibətilə İmam Rıza Aleyhisselam bazı, İmam Hüseyin Kazım Aleyhisselam neyvətlər olan Rəhimə xanımın, Həkimə xanımın, bir də ağam bir mövzum ağa, Peyğəmbər Həkimə bir mövzum ağa. Salat Peyğəmbər ağa, Peyğəmbərə. Allahümme salli ala Muhammed və ali Muhammed. Alemlerin zehrası ya Fatime, ya Fatime, 11 imam anası ya Fatime, ya Fatime, alemlerin zehrası ya Fatime, ya Fatime, 11 imam anası ya Fatime, ya Fatime.
eyledin her zulme, tükenmez taqətinlə. Her bir zaman barışdın Allah'tan qismətinlə. Səbr eyledin her zulme, tükenmez taqətinlə. Her bir zaman barışdın Allah'tan qismətinlə. Sen tanındın cahanda öz həya ismətinlə. İsmət həya dünyası, ya Fatıma, ya Fatıma. Sen tanındın cahanda öz həya ismətinlə. İsmət həya dünyası, ya Fatıma, ya Fatıma. Alemlerin zehrası, ya Fatıma, ya Fatıma. 11 imam anası, ya Fatıma, ya Fatıma. Alemlerin zehrası, ya Fatıma, ya Fatıma. 11 imam anası, ya Fatıma, ya Fatıma. Getirdin hayata kerbu bela sultanım. Sidr gürekle baş eğdim her hükmüne Hudanım. Sen getirdin hayata kerbu bela sultanım. Sidr gürekle baş eğdim her hükmüne Hudanım. Sen Hatem'in fəxriydin, həyavi ürfəzanım. Peyğəmbərin başı, ya Fatıma, ya Fatıma. Sen Hatem'in fəxriydin, həyavi ürfəzanım. Peyğəmbərin balası, ya Fatıma, ya Fatıma. Alemlerin zehrası, ya Fatıma, ya Fatıma. 11 imam anası, ya Fatıma, ya Fatıma. Alemlerin zehrası, ya Fatıma, ya Fatıma. 11 imam anası, ya Fatıma, ya Fatıma. Alemlerin zehrası, ya Fatıma, ya Fatıma. 11 imam anası, ya Fatıma, ya Fatıma. Alemlerin zehrası, ya Fatıma, ya Fatıma. 11 imam anası, ya Fatıma, ya Fatıma. Dini İslamidə tək qalmış idi Peyğəmbər. Cəm edib birləri birlikdə edən 100 əlif. Şər Muhammed salı biz göylərə meyrac eləyib. Ərsə-i cəngidə meydana salan iz Əlidir. Ey Xudanı, bu fəna gözlə gəzən dünyada, anla bir dəfə ki, Allahı görən göz Əlidir. Xaliqin xəlqə rəsul seçməsi çox vacib idi. Vacibi vacib edən xilqəti möcüz Əlidir. Dedi haqqında Quran ənfusəna ənfusəkum.
Allahın zatı təcəlla eləyən üz Əlidir. Çatdı bu ayə Əli şəninə, əkməltü ləkum. Çünkü hər ayə bu, hər surə bu, hər cüz Əlidir. Soltan aram ilə diqqət elə hər kəlməyə ki, şeirdə hər sözünü söz eləyən söz Əlidir. Günlerin birinde peygamber oturup sağ dizinin üstünde İmam Hüseyin Aleyhisselam əyləşib, balaca uşaqdı. Sol qıçının dizinin üstünde de öz oğlu İbrahim'i alıp kucağına. Cəbrail geldi. Cəbrail de ki həmişə xeyrə gəlir də. Geldi dedi ki ya Resulallah, innəllâhə yəqrə'ukəs səlam. Allah'ın selamını çatdırıram sənə. Cəbrail buyur ve aleykəs səlam ve huvəs səlam ve minhus səlam ve ileyhis səlam. Xeyr ola. Dedi ya Resulallah, Allah irade eləyib bu iki uşaqdan birin alsın. Sen hansına razısan buyur. Baktı, biri Hüseyin'di, dizinin üstünde oturur. O birisi de oğlu var demek İbrahim. 18 aylık yaş yarımı. Odur. Dedi yok. Ben İbrahim'i Hüseyin'e kurban verdim. İbrahim'i Hüseyin'e kurban verdi. Ondan sonra uşak dünyasını değişti. Peygamber akardı, Bəqidə hatılar ziyaret edirlər. Peygamberin oğlu İbrahim'in qəbri apardı dəfnə. Müminler yığıştılar, apardı Peygamber özü düştü qəbrin içine, uşağı koydu qəbrə. Çok da dəqiq, yavaş yavaş qəbrin üstünü örtürdü, bastırırdı, yavaş yavaş. Hatta bir nəfər səbirdən çıxdı. Dedi ya Resulallah, çok diqqət göstərirsən. Axır torpaq töküləcək də onun üstüne. Həzrət buyurdu ki yok, ona görədir. Allah sevir ki her insan bir iş görəndə o işi dəqiq görsün. Sonra da her vaxt İmam Hüseyin ağa gələndə Peygamber onu görürdü. Deyirdi ki kurban olun o uşağa ki öz oğlumu ona fəda eləmişəm. Bu elə belədir ki İmam Hüseyin ağa Sana diyor bir sen bir günümüzde Celal'ın hatırına bizi bu cemaatin ziyaretini kabul edin. Allah'ın herkesin kalbinde neler varsa onu kulağını hissedebilirler. Allah'ın dağılan bütün hastaların hamsine şefa ver Kuda'dan verer. Herkesin kalbinde ne yapsa onu yapın hissedebilirler. Kuda'dan şahı etmesin. Hastalarımızın elini şefasına, hastalarımızdan Kuda'dan esirgemedin. Allah'ın göre hissesi Celal'ın Kuda'dan. Her yerde emnamanlık ile Azerbaycan halkında da emnamanlık ile. Toplarınızın halde görmesin. Bir defa görmüşsünüz Kuda'dan. Ana bacılarımız ağlar kalmasın.
Xuda gönderler, sana verir İzzet-i Celal'la. Müslüman ol. İslam dinidir dinimiz. Dinimizi həmişə üstün tutquna. Xuda Azərbaycan xalqın ağasının yolunda həmişə ibadət edəndə. Namazı, orucu, Kur'an'ı bizim elimizden almağına. Xuda gönderler, bu dünyadan aparanda namazla, orucla, Kur'an'la bize farkına. Xuda gönderler, sana verir İzzet-i Celal'la. Özün bu xalqın yaman günün birine tutacaq yeri sənsən. Səndən də əlimiz yüksək, biz gedəcək ki, bizim əlimizə ətəynimiz məxudə. Kimlə qoyacaq? Buraya Xuda gönderler, sana bilen bize tecalara, o ibadət əhilləri məndən qarşı edir ki, 12. imamımızın tezləşdir Xuda. Bu tezləşdir mən bir mənasılar, oradaki Xuda gönderler. Yerden olan zulümler kalksın bir yapıda akran, məhv olsun Xuda gönderler. İnsanlar bu kadar zulüm içindedir. Bu zulmet olmasın Xuda gönderler. İmamın 12. imamın gelişini tezləşdir bile. Amin. Sonra tercih olmasından ötürü salavat edeyim. Müjde gün Peygamberin ruhu şad, 14 məhzumun ruhu şad, 12 imamın ruhu şad, Kərbela əsirlərinin, Kərbela şəhidlərinin, Ağa Məbəlfəzin bucağından gedənlərin ruhu şad, bu ziyarətinə gəldiyimiz hanımların, ağaların ruhu şad, bu ziyarətimizin qabulu içində salavat zikr eləyək. İlahi ant veririk bu hanımların hürmetine, xatirinə. Bugün nə qədər ki, analarımız, qadınlarımız, qardaşlarımız, atalarımız, körpələr bu ziyarətə gəliblər. Bizləri bu ocaqdan, bu ağaların, bu hanımların hürmetine əli boş qaytarma gilə. Cəmi mərəzlərimizə şəfaət elə gilə. Cəmi ruzilərimizə bərəkət inayət elə gilə. Cəmi niyyətlərimizə hasil elə gilə. Kərbəla Məhzək Suriya ziyarəti qismət elə gilə. Onun zeynəti ziyarətimizə təmir qismət elə gilə. Hər bizim gəldə keçən hadislərdən bağlarımız var. Amma hamı hakim ki, evladı olmayanlara evlad etsinlər. Kanal verdiği bu anaların yüreğinde olan ki, o niyeti var, niyeti aşikara diyebilirler. Onlar ki evde zürriyet derdi çekirler, düğünlükleri boşalır. Sana anı verir bu hanımların fatıma, bu hanımların eliyle olarak alabilir. Sana verir bu hanımların fatıma, o evlerdeki düğünlükleri boştu, beşikleri boştu. Olan zürriyet sarıyandan, nefes sarıyandan, oğul kız sarıyandan boş koymadı. O aileki bala sarıyandan dağılır, elimizde, obamızda, gıdayatımızda, şehrimizde, kentimizde, komşumuzda. Sana verir bu hanımların fatıma, Xudadan darım. O hanımların boşanmasına Xudadan icazə verin, onlara zürriyet. Amin. Gülərimizin gəl olmasına xatir, günahlarımızın bağışlamasına xatir, Allah deyəcəni məqam maruz olan, Peyğəmbər olan, xalq əhli deyəcəni, İçəri gəzib min çətinliklə övladını tapır məhşərdə. Deyir ki, tanıdın bizi, deyirlər bəli, övlad deyir, tanıdım. Sən mənim anamsız, siz mənim atamamsız. Deyir, oğlum, yadındadır da dünyada sənin üçün nələr çəkdik biz, nə qədər zəhmət çəkdik. Səni öz canımızdan çox istəyirdik biz dünyadan. Hər cür xidmət edirdik sənə. Yadındadır bu şeylər, bəli yadındadır. İndi o xidmətlərin əvəzində ki, biz sənə eləmişik, səndən xahiş edirik ki, biraz savabından ver, bir dənə savab ver, bizə bizim ürəyimizi şad elə. Sən də bizə savab ver, bizi şad elə. Oğul cavab verər, deyər, ey mənim ata-anam, görmürsünüz nə baş verir burada? Görmürsünüz cəmaat necə çətin vəziyyətdədir burada? Bizdən bir dənə savabı ki verdim, işim olur savaba qaldı axırda. Onda necə olacaq? Bəlkə elə bu bir savab ki sənə verdim, ona möhtac oldum axırda. Ona görə xahiş edirəm, mən narahat elədim, gedin işinizin qalacaq. Onda deyir, ata-ana ağlar gözündən ayrılarlar. Həsrətdən barmağını yiyərlər.
Bu evler için halala harama bakmadı. Bunun için bu kadar zahmet çəkdi. Bazıdan görürsən deyir ki, deyirəm içki məclisinə getmək olmaz, haram məclisdir. Dostum baxın mənim. O dost qiyamət günü üzün yana söylədər səni görəndə. Ona görə ki, gedib onun məclisində oturub günaha düşürdün. Onun o məclisdə oturmağın hər anına, hər dəqiqəsində çəkdiyin ləzzəti bir burnundan gətirəcəklər. Həkimə xanımın Zeynəbə ziyarət elədi. Yaramız günü. Bundan sonra bilmiyorsun ağanın ziyaretine. Oradan çıkar namazımızı, güneşe namazını kılıp, yaz namazını kılıp, yerine gidip meydanında yine de Həkimə xanımın bastı, İmam Hüseyin Kazım Aleyhisselam'ın kızı, İmam Rıza Aleyhisselam'ın bastı, Rəhimə xanımı ziyaret etti meydanında. İnşallah. Allah nasip eder. Həzrət Zeynəb Allahın möcüzəsidir. Həzrət Zeynəbi tərif eləməkdə dil azmır. Həzrət Zeynəbin əzəmətini başa düşməkdə ağıllar azmır. Həzrət Zeynəb həqiqətən də insanı heyran qoyan bir insandır, bir şəxsiyyət. Ki, insan hansı məqama gedib çata bilər, bir qadın, bir xanım, nə dərəcəyə gedib çata bilər, insan təəccüb edir. Nə dərəcədə sıratın müstəqilində sabit qədən bir insandır. Adam iftixar edir həqiqətdə. İftixar edir ki, nə gözəl insanların dalınca düşürük biz. Nə yaxşı Allah bunları bizə tanıtdırıb, heç olmasa biz bilmişik bunlar. O qədər sabit qədəm idi ki, Kərbəla hadisəsi böyüklüyündə hadisə onu sarsıda bilmədi. Hər dayanacaqda İmam Səccad ilə baxırdım, görürdüm ki, bu xanım heç elə bir bu müsibətlər bunun başına gəlmir. Vacib yox, müstəhəbbi namazını da tərk eləmir. Düzdür, bu mövlud günüdür, mən istəmirəm bu qəmli hadisələrdən danışaq, bu bayram günüdür. Amma onun əzəmətli şəxsiyyətini danışanda Kərbəladan yan keçmək mümkün olmur. O elə bir şəxsiyyət idi ki, İmam Hüseyin Aleyhisselam dedi ki, məni dua ilə gecə namazlarında. Məsum imam ondan xahiş edir ki, onu dua eləsin. Allaha bəndəliyin, Allaha itayətin gözəl bir nümunəsidir. Bilirəm, qadın nə dərəcədə şəxsiyyətə malikdir, yüzlərlə, minlərlə kişi onun ayağının tozuna sata bilmir. Öyle bir şəxsiyyəti ki, qadınlardan üstün şəxsiyyətlər var, yüzlər Həzrəti Zeynəb. Mən bugün xüsusən xanımlarımıza üzümü sırtına istəyirəm ki, bugünkü gündə biz daha çox qadınlar təzyiqə məruz qalır. Cəmiyyətdə hicablı xanım olmaq bir qədər çətindir, məsuliyyətlidir, olduqca məsuliyyətlidir. Bunlar çox dəyərli xanımlardır. Bugün Həzrət Fatimənin hicabını qoruyurlarsa, Həzrət Fatimənin hicabını yaşadırlarsa əməlləri ilə və qeybləri ilə, bu böyük bir mübarizə, bir cihaddır yaşadığımız cəmiyyət. Çünki böyük ölkələr, mən o dəfə dedim, İspaniyada İslamın sübutunun metod səbəbi vardı, bir də hicabsızdır idi. Müsəlman ölkələrinin qərbdən asıllığının əsas səbəblərindən biri də qadınlardır. Yəni onların hədəflərindən biri də qadınlardır. Çünki bərbad vəziyyət. Baxın görün televiziya nələr təbliğ ediyor. Baxın görün nə vəziyyətdir. Cavan uşaqları çəkilirlər bir evə, bütün milləti də məcbur edirlər o şeyə baxmağa. Namaz qılan da baxır. Hicab olan həyat tərzini adiləşdirmək. Yəni qızla, oğlan ayla, günlə bir yerdə qala bilər, evdən icazəsiz, ailədən icazəsiz, yaxud icazəsi ilə laf biz. Hədəfdə bizim dəyərlərimizdir. Bir millət də dəyərini verdiksə çardır. Millət şəxsiyyətini verirsə, bundan sonra da heç nəyə bərpa eləyə bilmir. Nəyi verirsən, ver, çalış şəxsiyyətin qalsın. Həzrəti Zeynəb hər şeyini vermişdi, şəxsiyyəti qalmışlarını. Ona görə qalib oldu. Hər şeyini vermişdi, qolu da zəncirlənmişdi, əsir bir halda dövrünün zaliminin sarayına girirdi, şəxsiyyəti əlindəydi deyə ona heç nə eləyə bilmədilər, məğlub oldular. Allah'ın da olsun, taxtın üstündə otura titriyirdi tarixdə yazırlar Yezid. Bunun nəyi var idi? Bunun zəncirli qolları var idi və malik olduğu hər şeyin əlindən vermişdi.
maddi anlamda. Amma şəxsiyyəti qalmışdır deyə o şəxsiyyəti hesabına onlara qalib gəldi. Onlara qələbə saldı. Həzrət Zeynəbdən aldığımız ən əsas dərs özüm üçün bunu bilən ki, bu olmalıdır ki, Həzrət Zeynəb Allaha bəndə idi, Allaha ibadət edirdi, Allahın qarşısında əyilirdi deyə şəxsiyyət tapmışdır və o şəxsiyyəti ilə öz dövrünün və qiyamətə qədər yaşayacaq insanların, siz təsəvvürünüz mübarizlərin şuarı Zeynəbdir. Bir alim gibi ki, onlar ki şəhid oldu, onlar Hüseyin'de qalanlar da Zeynəbdir. Üçüncü yol Yezid yoldu, ondan başqa yol yok. Gedənlər Hüseyin'de şəhid olanlar, qalanlar da Zeynəb. Bir üçüncü yol axtarsa da yoktu Yezid'in yolu. Allah bize tevfik versin ki, Hazreti Zeynəb'in yolunun yolcusu olan inşallah. Çaresizlere bir mevsim hava. Geceler ah elemekten bu bağrımı yarram. Harda bir var bir ocaq var gezirəm axtarram. Əldən gedirəm əli ayağına düşüb yalvarıram. İmam Əlidən qalan izlərə bir mövsüm ağa. Əldən gedirəm əli ayağına düşüb yalvarıram. İmam Əlidən qalan izlərə bir mövsüm ağa. Tanrıdan şəfa dilə bizlərə bir mövsüm ağa. O çare eder çaresizlərə bir mövsüm ağa. Tanrıdan şəfa dilə bizlərə bir mövsüm ağa. O çare eder çaresizlərə bir mövsüm ağa. Alemlerin zehrası ya Fatime ya Fatime. 11 imam anası ya Fatime ya Fatime. Alemlerin zehrası ya Fatime ya Fatime. 11 imam anası ya Fatime ya Fatime. Səbr eyledin her zulme, tükenmez taqətinlə. Her bir zaman barışdın Allah'tan qismətinlə. Səbr eyledin her zulme, tükenmez taqətinlə. Her bir zaman barışdın Allah'tan qismətinlə. Sen tanındın cahanda öz həya ismətinlə. İsmət həya dünyası ya Fatime ya Fatime. Sen tanındın cahanda öz həya ismətinlə. İsmət həya dünyası ya Fatime ya Fatime. Alemlerin
zehrası ya Fatime, ya Fatime. 11 imam anası ya Fatime, ya Fatime. Alemlerin zehrası ya Fatime, ya Fatime. 11 imam anası ya Fatime, ya Fatime. Getirdin hayata Kerbela sultanım. Sizi yürekle baş eğdim her hükmüne Huda.